Salam, Səbail rayonu 91 sayılı məktəbin kimya müəllimi Gülnarə Nəbiyeva. Kəskin iyi ilə məşhur olan bu qaz hamıya məlumdur. Hətta ilk tibbi yardım olaraq huşunu itirmiş adama bu maddənin suda isladılmış məhlulu ilədilir. Onun məhlulundan gübrə kimi istifadə edilir. Orta əsrlərdə bu maddəni qələvli hava, sonralar isə onun məhlulunu naşatır spirti adlandırdılar. Sizcə, söhbət hansı maddədən gedir? Bütün bunlara cavab tapmaq məqsədi ilə biz sizinlə bugün amonyak mövzusu ilə tanış olub, bu dərs haqqında ətraflı söhbət açacağıq. Belə bir sual meydana çıxır. Bəs amonyak sözü haradan götürülür? Amonyak adının tarixi mənşəyi qədim Misirə əsaslanır. Belə ki, Misirdə qədim Amon məbədinin isidilməsində istifadə edilmiş qazlardan, eləcə də məbədin divarlarında, tavanında süfrə duzu kimi ağ kristallar halında olan ammonium xloriddən istifadə edilmişdir. Elə həmin dövrdən bu duzun adı məhz Amon məbədinin adı ilə bağlı olan Amonun duzu adlanırdı. Amon məbədinin Allahına sitayiş edən Misir kahinləri öz dini ayinləri zamanı bu duzun, yəni indiki ammonium xlorid duzunun qızdırılması nəticəsində buxarlanan məhz bu amonyak qazını iyləyirdilər. Amonyak ilk dəfə 1774-cü ildə İngilis alimi John Priestley tərəfindən saf halda alınmışdır. O, bu maddəni qələvli hava adlandırmışdır. Sonralar elə o dövrdən bütün dünyada amonyakın azot və hidrogen qazlarından alınması əsasında elmi tədqiqatlar aparılmağa başlandı. Ammonyak azotun hidrogenli birləşməsidir. Kimyəvi formulu NH3, yəni 1 atom azot və 3 atom hidrogendən ibarətdir. Ammonyak molekulu mərkəzində azot atomu və 3 təpəsində hidrogen atomları, bir təpəsində elektron cütü yerləşmiş tetraeder formasına malikdir. Orbitallar arasındakı bucaq 107,3 dərəcədir. Azot hidrogen atomuna nisbətən daha güclü elektromənfi element olduğundan amonyak molekulunda yaranan kimyəvi rabitə polyar kovalent rabitədir. Amonyak molekulu əmələ gələrkən azot atomunun 1 ədəd S və 3 ədəd P orbitalları hibridləşərək sp3 hibrid elektron buludlarını əmələ gətirir. Hibrid orbitallarından 3-ü sp3s sigma rabitəsini əmələ gətirir. Biri isə sigma rabitənin əmələ gəlməsində iştirak etmir. Amonyakın fiziki xassələri. Amonyak rəngsiz, kəskin xarakterik iyili, zəhərli, havadan təqribən 2 dəfə yüngül, suda yaxşı həll olan qazdır. Onun nisbi molekul kütləsi 17 qram bölünsün moldur. Qaynama temperaturu -33,4 dərəcə Selsidir. 20 dərəcə Selsi temperaturda 1 litr suda 700 litr amonyak həll olur. Yüksək təzyiqdə mayeləşir. Amonyakın suda məhluluna amonyaklı su və ya naşatır spirti deyilir. Amonyakın alınması. Laboratoriyada amonyak, ammonium xlorid duzunu qələvi ilə qızdırmaqla alınır. İndi isə gəlin, amonyakın laboratoriyada alınması video təcrübəsini nəzərdən keçirib müşahidə edək. Təcrübə üçün ammonium xlorid duzu və kalsium hidroksid tərkibli sönmüş əhəng məhlulu şpatelin köməyi ilə çini həvəng dəstəyə əlavə edilir və əzilərək qarışdırılır. Sonra süzgəc kağızına tökülərək qıf keçirilmiş sınaq şüşəsinə daxil edilir. Daha sonra onun bir ucu qazaparan boruya keçirilərək tutqacla ştativə bərkidilmiş ağzı aşağı olan sınaq şüşəsinin içərisinə yerləşdirilir. Bu zaman ammonium xlorid ilə kalsium hidroksid qarışığı spirt lampasında qızdırılır. Amonyak qazı havadan yüngül qaz olduğu üçün sınaq şüşəsini ağzı aşağı çevirmək lazımdır. Bununla da göstərilən bu video təcrübə qızdırılma nəticəsində ayrılan rəngsiz amonyak qazına suda isladılmış lakmus kağızı ilə
toxunduqda göyərməsi sınaq şüşəsində rəngsiz və yüngül ammonyak qazının olmasını bir daha sübut edir. Sənayedə isə ammonyak azot və hidrogen qazlarının qarşılıqlı təsirindən alınır. Aparılan reaksiya dönər, egzotermik olub, homogen şəraitdə həcmin azalması istiqamətində gedir. Ammonyakın alınması ilə gedən bu reaksiya aşağı temperaturda, yəni 500 dərəcə Selsi temperaturda, yüksək təzyiqdə, yəni 30 megapaskal təzyiqdə alüminium oksid və kalium oksid maddələri ilə aktivləşdirilmiş dəmir yonqarlarından ibarət katalizatorların iştirakında aparılır. Ammonyakın kimyəvi xassələri. Ammonyakın suda məhlulu zəif qələvi xassəlidir. Onun 10%li suda məhluluna naşatır spirti deyilir. Ammonyak turşularla birləşmə reaksiyasına daxil olur və reaksiya nəticəsində ammonium duzlarını əmələ gətirir. Belə ki, ammonyak bir əsaslı turşular olan xlorid turşusu ilə birləşdikdə ammonium xlorid, nitrat turşusu ilə birləşdikdə ammonium nitrat duzlarını əmələ gətirir. Ammonyak çox əsaslı turşularla da reaksiyaya daxil olur. Belə ki, iki əsaslı turşu olan ammonyak sülfat turşusu ilə birləşdikdə turş duz olan ammonium hidrosulfat duzunu, 2 mol ammonyakla birləşdikdə isə normal duz olan ammonium sulfat duzunu əmələ gətirir. Eləcə də ammonyakın həcmindən asılı olaraq ammonyak orta fosfat turşusu ilə də qarşılıqlı təsirdə olur. 1 mol ammonyak orta fosfat turşusu ilə birləşdikdə ammonium dihidro ortofosfat duzu olan turş duz, 2 mol ammonyakla birləşdikdə turş duz olan ammonium hidro ortofosfat duzunu və 3 mol ammonyakla birləşdikdə isə normal duz olan ammonium ortofosfat duzunu əmələ gətirir. İndi isə gəlin ammonyakın xlorid turşusu ilə qarşılıqlı təsirdə olması video təcrübəsini müşahidə edək. Təcrübə üçün kimyəvi stəkan, sınaq şüşələrinin birində xlorid turşusu, digərində isə ammonyakın suda məhlulu və şüşə qab götürülür. Kimyəvi stəkana əvvəlcə 1-2 damcı xlorid turşusu əlavə edilir. Sonra az miqdarda ammonyakın suda məhlulu şüşə qaba tökülür və əksinə çevrilərək kimyəvi stəkana qapaq kimi yerləşdirilir. Bu zaman duman şəklində ağ tüstü əmələ gəlməyə başlayır. Bu video təcrübədə ammonyakın xlorid turşusu ilə qarşılıqlı təsirdə olub, ammonium xlorid duzunu əmələ gətirməsini aydın şəkildə müşahidə etdik. Ammonyakın oksigəndə yanması. Ammonyak oksigəndə yanaraq reaksiya nəticəsində sərbəst azot qazı və su əmələ gətirir. Ammonyakın katalitik oksidləşməsi. Ammonyak platin katalizatorunun iştirakı ilə oksidləşərək reaksiya nəticəsində azot monooksid tərkibli qaz və su əmələ gətirir. 2 mol ammonyak 1 mol karbon qazı ilə qarşılıqlı təsirdə olduqda isə reaksiya nəticəsində karbamid adlanan ağardıcı maddə alınır. Ammonyak güclü reduksiya edicidir. Qızdırıldıqda o, bəzi metal oksidlərini reduksiya edir, özü isə sərbəst azota qədər oksidləşir. Ammonyak qazı suda isladılmış lakmus indikatorunu göyərməsinə, kəskin xarakterik iyinə və qatı xlorid turşusunun dumanı ilə ağ tüstü əmələ gətirməsinə görə təyin edilir. İndi isə gəlin ammonyakın təyini video təcrübəsini göstərməklə bunu bir daha sübut edək. Bu video təcrübədə sınaq şüşəsinə xlorid turşusunun tökülməsi müşahidə edilir. Sonra ammonyak qazını xarakterik olaraq təyin etmək üçün indikator kimi lakmus kağızı götürülür və qabdakı suda isladılaraq həmin sınaq şüşəsinin yuxarı hissəsinə yaxınlaşdırılır. Bu zaman lakmus kağızı göy rəngə boyanır. Bildiyimiz kimi ammonyakın suda məhlulu zəif qələvi xassə olduğu üçün mühit qələvidir. Mühitin qələvi olmasını fenolftalein indikatoru da təsdiq edir. Belə ki, həmin sınaq şüşəsinə bir neçə damcı fenolftalein əlavə etdikdə ammonyak məhlulu moruğu rəngə boyanır. Sonra şüşə çubuq götürülür və qatı xlorid turşusuna isladılaraq sınaq şüşəsinin yuxarı hissəsinə yaxınlaşdırılır. Bu zaman ammonium xloriddən ibarət
dumanlı ağ tüstünün əmələ gəlməsini müşahidə edirik. Beləliklə də göstərilən bu video təcrübə bir daha amoniak qazının olmasını sübut edir. İndi isə gəlin amoniakın tətbiq sahələri ilə tanış olaq. Amoniak nitrat turşusunun kənd təsərrüfatında azotlu gübrələrin istehsalında geniş tətbiq edilir. Amoniakın asan mayeləşməsi və stiliyi udmaqla buxarlanması xassəsinə görə ondan soyuducu qurğularda istifadə edilir. Tərkibi ammonium hidroksiddən ibarət olan naşatır spirti isə tibbdə və gündəlik həyatımızda işlədilir. Belə ki, tibbdə ilk tibbi yardım olaraq huşunu itirmiş adama bu maddənin suda məhlulu ilədilir. Hətta onun məhlulundan mineral gübrə kimi də istifadə edilir. Bundan başqa ammoniak qaynaq işlərində, partlayıcı maddələrin istehsalında da tətbiq edilir. Bununla da biz sizinlə bugünkü dərsimiz olan ammoniak haqqında biliklərlə geniş şəkildə tanış olduq.